Salam əziz müəllimlər. Bugün sizlə təkrar leksikologiyanın davamına baxacağıq. Səsim də biraz batıb. Təkmənalı çoxmənalı sözlərdən başlayaq. Fərqləndirilmiş sözlərin biri çoxmənalılıq funksiyası daşıyır. Çoxmənalılıq funksiyası daşıması üçün məcazi mənada işlənməlidir. Uşağın soyuqdan burnunun ucu göyərmişdi. Burada həqiqi mənada olduğu üçün bu çoxmənalı olmayacaq. Qapının ağzı. Qapının ağzı olmaz. Məcazidir, deməli çoxmənalı olmuş olacaq. Bu diş insanın dişidir. Məcazi deyil. Bel insanın belidir. Xal üzdə olan xaldır, məcazi deyil. Bir çoxmənalı söz deyil. Maşın, təbliğat maşını var. Burun, məsələn, coğrafiyada burun var. Göz, bulağın gözü var. Ayaq, kəndin ayağı var. Biz çoxmənalı deyil. Sözlərin biri çoxmənalıdır. Yuva. Məsələn, bizim yuvamız dağıldı. Burada məcazi olacaq. Qalan heç bir məcazisi yoxdur deyə cavabın A variantıdır. Biri çoxmənalı deyil. İnsanın boğazı, coğrafiyada boğaz, ayaqqabının dili, dağın başı, qazanın ağzı. Cavabın E variantıdır. Hansı söz çoxmənalı deyil? Cavab A variantı, digərləri çoxmənalıdır. Xəbər yaymaq, darağın dişi, soyuq münasibət, dağın beli. Hansı söz çoxmənalı deyil? Baxaq görək bir hansı çoxmənalı deyil? Göz, bulağın gözü, qol, ağacın qolu, almaq, fikir almaq, nə bilim söz almaq. Ağız, qazanın ağzı, cavabın B-dir. Bir çoxmənalı söz deyil. Üz kitabın üzü, ətək dağın ətəyi, maşın təbliğat maşını, düz, məsələn, sözlər incə kimi düzür. Cavab D variantıdır. Biri çoxmənalı sözdür. Maşın. Təkmənalı, çoxmənalı amonim. Göyçək təkmənalıdır. Məcazi ilə təkmənalıdır. Şirin söz. Yüksək vəzifə. D ilə E çoxmənalıdır. Bizdə amonimdir. Biz əvəzli kimi bir də məsələn ayaqqabı tikmək üçün onu nədir o alətin adı bizdir. Amonim, sinonim, antonim. Mənataların müxtəlif indiksiyasına ayrılan amonim. Divan isimdir hər ikisi, top hər ikisi isimdir, şam isimdir, ton hər ikisi eyni indiksiyasıdır. Cavabın olacaq A variantı. Hətta ton heç amonim olmur. Ola bilər daha doğrusu səs tonu var. Bir də məsələn 1 ton, 2 ton belə. Hər ikisi eyni indiksiyasıdır. Sinqveni tamamlayan sinonim. Sinqvenində birinci bir dənə isim olur. 2 sifət, 3 feil, 4 sözdən ibarət cümlə, yenə bir dənə isim. Burada 4 sözdən ibarət cümlə yeri boşdur. Sinonimə aid cümlə seçməlisən. Mənaları fərqli deyil, əks deyil. D çoxmənalıya aiddir, E terminə aiddir. Cavabın C-dir. Yersiz təkrarlılığın qarşısını alır. 110. Qayıq sürmək üçün istifadə olunur. Bu A vardı müəllim. Musiqi əsərində təşkilən təranədə havadır. Var mı elə bir cavabın? Var. Uyğun olmayanı soruşur. Sinonimlərin içində uyğun olmayanı. Mahnı, nəğmə ola bilər. Ət, ilqar, peyman ola bilər. Həqiqət, dürüst. Həqiqi, dürüst. Ehkam, eyham. Ehkam məsələn dini ehkam, eyham gizli işarə deməkdir. Bunlar sinonim deyil. Baxaq. Müharibə sülhünün antonimidir. Birə nə yazmalıyıq? Gəlin görək. Məsələn burada görək birə nə yazmalıyıq? İşıqla nur sinonimdir. Bəli, deməli burada birlərə sinonim yazmalıyıq, işlərə antonim yazmalıyıq. Sinonim, antonim, antonim. Baxaq. Sülhün sinonimi lazımdır. Sülhün sinonimi müqavil olmaz, bir də hərb olmaz. B ilə eyni çıx. Oxşarın sinonimi analoji olar. Müxtəlif olmaz. C-ni çıx. İkilərin cavabın qaldı. Baxaq, işığın antonimi cəhalət olmaz. D-ndə açıq, cavab olsun da variantı. Sülhün sinonimi barış, oxşarınki analoji, işığın antonimi zülmət, məyusunki məsud. Məsud xoşbəxt deməkdir, məyus da onun əksidir. 113. Klassları tamamlayan. İmza bir komandanın qazandığı say. Hər ikisi qoldur. İndi qollar bir-birinə nisbətdə homonimdir. Bu qolun üçüncü mənası da insanın qoludur, düzdür? İnsanın qolu. Onca cavabın olur. A variantı. 14. Cümlənin birində amonim olan söz həm isim, həm də feil kimi işlənmişdir. Amonimdə əsas başdan sormaya baxasınız. Güldüyünün başdan sorması gülmək feildir. Bu da gülmək ismidir. Bəli, biri isimli, biri feil. Sənə səhv soruşur. Çoxmənalı amonimin müqayisəsində məcazləşmə yolu yaranır, düzdür. Əsas mənə ilə bağlı olur, düzdür. Həm eyni, həm müxtəlif indiksiyasına aid olur.
Bu yalnız amonim aid olmalıdır, çoxmənalıya aid olmaz. Yazılış deyil şey nə olur? Hər ikisinə aid olmalıdır, ortada verilməlidir. Tamamilə ayrı-ayrı mənalar ifadə edir, bu da doğrudur. Mənim səhv deyirsə 3-dən 4-ü seçsəyəm. 16. Hansı cümlə çoxmənalı olmayıb, yalnız amonim kimi işlənə söz. Mənim dolu çoxmənalıdır, şirin çoxmənalıdır, soyuq çoxmənalıdır, qol çoxmənalıdır. B-ni seçirsən aşıq sözü amonimdir, amma çoxmənalı söz həmin cümlədə yoxdur. 17. Hansı fikir səhvdir? Çoxmənalıq əsasən isim, sifət, feildə olur. Qatar həm müstəqil nitq hissəsi, həm də numerativ söz. Bir qatar sərnişin desək, qatar burada numerativ olur. Bunu say bölməsinə keçəcəksiniz. Rəng amonimdir, bəli. Muğamda rəng şöbəsi var, bir də bildiyiniz rəng. Bütün suallar bir nəvəzirli fikir yanlışdır. Cavabın D variantıdır. Yol bəli, həm çoxmənalıdır, həm də amonimdir. 18. Deməli, amonim, sinonim, antonim və çoxmənalı. Baxaq, eyni nitq hissəsinə aid olur. Müəllim, yalnız eyni nitq hissəsinə aid olur desəydi, bir başqa. Burada yalnız söz yoxdur. Əslində qalsa hamısı eyni nitq hissəsinə aid ola bilər, düzdür? Ona görə A-nı hamısına yazacaqsan. İndi bax, burada belə deyək də, A hamısına aid görürsünüz. Burada da A hamısına aid görürsünüz. Burada A-nı 3-dən 4-ə aid eləməyib, bunu çıx. Burada A-nı tək 4-ə aid eləməyib, bunu da çıx. Burada A-nı 1-ə aid eləməyib, bunu da çıx. 2 dənə cavabın qaldı. Müxtəlif nitq hissəsinə aid olur. Mənim müxtəlif nitq hissəsinə aid olmaq yalnız amonim aiddir, düzdür? Ona görə sən B-ni yalnız yazacaqsan 1-ə. Mənim, gör hansında B yalnız 1-nə yazılıb? Var mı elə bir cavabın? Baxaq görək bir. Burada məsələn, bir saniyə, B yalnız 1-nə yazılsın. Gəlin tamamlayaq sonra. Müxtəlif nitq hissəsinə aid olur. Bunu yazdıq. Əsasən bədii üsulda işlənir hamısı. C da hamısına aiddir. Görək mənim C da hamısına aid olan harda var? Mənim C hamısına aid olan burada var, görürsünüz. Deməli, bax mənim, burada C hamısına aid deyil. Burada da C hamısına aid deyil, düzdür. Digərlərini çıxmış olsa bunu çıxacaqsan. Cavabı nə variantı olur? Əsas məna məcazləşməsi yollanır. Bu da yalnız çoxmənalıya aiddir. D-ni da yazacaqsınız bura. Baxın müəllim. D yalnız görürsünüz çoxmənalıya aiddir. Yəni 4-ə aiddir. B-da müəllim yalnız 1-ə, yəni amonim aiddir. C ilə A hamısına aiddir. O görə cavabın olur A variantı. 19. Antonimlərə istifadə edilməyən. Gizli nifrət açıq, gizli açıq. İşıqdan çıxıb zülmətə. Mənim işıqlı otaqdan çıxıb zülmət. Mənim işıqlı sifətli zülmət isimdir. Müxtəlif nitq hissəsinə aid olduğu üçün bunlar antonim olmayacaq. Burada əvvəllə sonra var. Burada yumuşaqla bərk var. Burada da qurmaqla yıxmaq var. Daha sonra davam eləyək. 120 ilə davam edirik. Sözlərdən biri amonim deyil. Mənim talamaq, bir də bildiyimiz meşənin ortasına açıq sahə. Hava musiqi havası, bir də günəşli hava. Yaxala, kimisə yaxasından tutmaq, bir də yaxalamaq, qabı yaxalamaq. Alınmaq, bir də alın insanın alını. Mənim əkin amonim deyil. 121. Deməli, fərqləndirilmiş sözlərin hansı bir-biri ilə münasibətdə amonimdir? Mən şərəfli məğlubam, sən şərəfsiz. Şərəfli və şərəfsiz amonim deyil. Sürüdən tez ayrılıb 50 qoyun. Bunun başlanğıcılması qoyundur. Dedi ki, bunları yol üstə qoyun. Bunun başlanğıcılması qoydu. Müxtəlifdir deyə bunlar amonim deyil. Can evimə sığışmayan arzular. Burada larlər cəmdir deyə burada başlanğıcılma arzudur. Bir dünyada neçə dünya arzular. Burada arzu sözün köküdür. Arzulamaq leksik şəkilçidir. Onca bunun başlanğıcılması arzuladır. Bunlar da başlanğıcılması eyni deyildir. Amonim olmayacaq. Qalxar torpağının altından otlar. Ot sözün kökü, larlər cəm, başlanğıcılması otdur. Toplaşıb qoynuna sürülər otlar. Burada da mənim ot sözün köküdür, larlər eksikdir. Bunun da başlanğıcılması otladır. Bu da uyğun gəlmir. El köç eylər budağa, dağ. Dağ başlanğıcılması. Bir dəqiqə. Dağ burada başlanğıcılmadır. Quşlar qonmaz budağa, heç kəs dönməz budağa. Heç kəs dözməz budağa. Dağ mənim. Burada dağ, sinəyə çəkilən dağ mənasındadır. Burada dağ, təpə dağ mənasındadır. Ona görə cavabı ne variantıdır? İkisinin də başlanğıcılması dağdır. 122. Nümunələrin birində antonim sözlər işlənmişdir. Mən istəyirəm buludlar ağlasın, uşaqlar ağlamasın. Analı, anası. Mənim burada inkarla düzəlib. Burada da kök eynidir. Şəkil sən düzəlib deyə antonimlik yoxdur.
Yollarının səbir, inat, inam istəyən nə qədər eniş yoxuş. Mənim eniş yoxuş antonimdir. Bəli, cavabım B-dir. Mənim dəysin, dəyməsin inkarla düzəlib çıx. İstəyirəm, sönsün, sönməsin, bunda çıx. Bir günümüzü belə, bir anımızı belə, xırda ucuz hisslərin qurumuyla qaraltmaq. Burada antonimlik yoxdur. 123. Sual işarəsinin yerinə uyğun gələn amonimliyi olan söz. Amonimliyi olan söz mənim bura birinci amonim deyil, oxşar, anapis, heç bir amonim deyil. Sağ amonimdir. Lıq yazsanız sağlıq olacaq isim, bəli, cavabım B-dir. 124. Nümunədə altına xətt çəkilmiş sözlər nədir? Mən əzəldən fırtınaların qoynunda fırtına, qasırğa, tufan. Deməli belə, mənim bunlar sinonim olmuş olacaq. 125. Yazılış, deyilişi, müxtəlif mənaları bir-birinə yaxın və eyni olan sözlər sinonim sayılır. Səmt, yan sözlərin mənaları bir-birinə yaxındır. Deməli, mənim səmt və yan sözləri sinonimdir. Deməli, mənim sillogizm nədir? İki dənə hökm verir. Sən bu iki fikirdən özün iki fikrin əsasında yeni fikir çıxarmalısan. Yuxarı deyir ki, yazılış, deyilişi eyni olan sözlər sinonimdir. Burada da deyir ki, daha doğrusu yazılış, deyilişi müxtəlif, mənaları eyni olan sözlər sinonimdir. Aşağıda deyir ki, səmtlə yan sözlərin mənaları yaxındır. Deməli, səmtlə yan sözlər bir nisbətdə sinonimdir. Cavabı nə olur? C variantı. 126-ya baxaq. Biri amonim kimi işlənə bilmir. Aha, baxaq. Biri amonim kimi işlənə bilmir. Müəllim, onluq ola bilər, onluq taxta. Bir də məsələn, onluq pul olsun da düzdür. 50 adamdır, qoçaq adamdır. Bir də 50 manat. Bal ola bilər, yığdığımız bal, bir də yediyimiz bal. Dəymək, məsələn, meyvə dəydi, yəni yetişdi, bir də toxumaq mənasında dəymək. Amma mənim adam sözü amonim olmayacaq. Davam edək. Böyük olan yerdə kiçik danışmaz. Mən böyüklə kiçik bura bir-birinə nisbətdə antonimdir. Nitq hissəsini səndən soruşur. Sifət olacaq. Sillogizm. Yazılış, deyiliş, müxtəlif mənalara əks olan sözlər antonimdir. Avamla savadında mənası əksizdir. Deməli, mənim avamla savadlı antonimdir. 29. Fərqləndirilmiş sözlər bilə antonim deyil. İsladır, qurudur. Səadət, bədbəxtlik, alan, satan, qaranlıq, aydın, böyük, uşaq. Müəllim, qaranlıq sənə qaranlıq qalmasın. Qaranlıq həm isim ola bilər, həm sifət ola bilər. Burada qaranlıq gecə necə sualına cavab verir deyə sifət olacaq. Aydın da sifətdir. Ona görə rahat deyə bilərsən ki, sinonimdirlər. Daha doğrusu antonim. Hə, davam eləyək. Deməli belə, sillogizmi tamamlayayım. Bu sualı dedik. Hə, 129. Videonu dayandırmışdım deyə harda qaldığımı itirdim. 129-da qalmışıq deməli. Hə, dedi ki, burada qaranlıq, mənim qaranlıq isim də olar, sifət də olar, yaxşı. Qaranlıq düşdü, burada qaranlıq isimdir, çünki nə sualına cavab verir. Amma qaranlıq gecədə sifəti, çünki necə sualına cavab verir. Bunlar bu sifət olduğu üçün burada antonimlik var. Mən böyüklə uşaq antonim olmayacaq. Yaxşı, böyüklə antonimi kiçikdir. Böyüklə uşaq niyə antonim olmayacaq? Çünki mənim uşaq burada isimdir, böyük sifətdir, düzdür. Müxtəlif nitq olmur axı antonim. Cavabı nədir? Cütlülərdən birində sözlər bir-birilə antonim deyil. Açıq bağlı, zəif güclü, soyuq isti, duzlu duzsuz, aşağı yuxarı. Açıqla bağlı müəllim antonimdir. Zəiflə güclü antonimdir. Duzlu duzsuz antonim deyil, çünki kökləri eynidir, yaxşı. Qafiyə təşkil edən sözlər haqqında hansı fikir doğrudur? Pərimiz sındırıldı dəyirmanda pərimiz. Mən burada pərdir, yaxşı. Pər imizdə mənsubiyyətdir. Əsir oldu divə bizim pərimiz. Burada pəridir, mız mənsubiyyətdir, yaxşı. Biri pər sözüdür, biri pəri sözü. Sinonim, antonim deyil, amonim deyil. Leksik mənaları eyni deyil də. Çünki biri pəridir, biri pərdir. Amma qrammatik mənası eyni, çünki ikisi isimdir. Əzginin sinonim olmayan, mənim süst, yorğun, taqətsiz, sağsız sinonim, amma key əzginin sinonimi deyil də. Ola bilsin ki, sən əzgin olmayasan, amma nəsə eşidib, bir xəbər eşidib keyləşəsən həmin vaxtda. Əzginlə eyni mənaya gəlib çıxmır. Cavabı ne variantıdır? Açıldı yazım, yaz fəsili. Mən şeir yazım, yazmaq feili mənim olacaq amonim. Nümunələrdən biri həm amonim, həm də çox məna söz kimi işlənə bilir. Mənim maşındır, çaydır, altıdır, başdır. Heç biri amonim deyil. Amma quru həm amonimdir, həm çox mənalıdır. Qurumaqla quru sifəti, quru adam, quru söz burada da çox mənalı olacaq. Hansı cümlədə mənat halları müxtəlif nitq hissəsinə ayrılan amonim söz işlənmişdir?
Çaydan keçmək. Müəllim, çayın hər ikisi isimdir. Quyuları qazan. Müəllim, qazmaq feili var burada. Düzdür. 11 mənası isimli bir mənası feil. Deməli, mənatların müxtəlif hissəsinə ayrılan amonim oldu bir variantı. Mənim C-da top hər ikisi isimdir. D-da ümumiyyətlə yoxdur. E-də də divan hər ikisi isimdir. Cütlərin birinə sinonimlik pozulmuşdur. Böyük, qüvvətli. Mən böyüklə qüvvətli niyə sinonim olsun ki? Qüvvətli ola bilsin ki, böyük olmasın. Böyük ola bilsin ki, qüvvətli olmasın. Hamısı sinonimdir. Oxşamaq sözünün sinonimi. Mənim oxşamağın 2 mənası var da. Bənzəmək, bənzəmək. Bir də əzizləmək. Əzizləmək. İndi hansının sinonimi tapsan götürə bilərsən. Böyük qardaşını çəkmisən, yəni oxşamısan. Bunu götür. Bu bənzəməyin sinonimidir. 2-də yoxdur. 3-də də müəllim tumarlamaq da oxşamağın, əzizləməyin sinonimidir. Bunu da götür. D ilə, daha doğrusu 4 ilə 5-də heç nə yoxdur. Cavabın olacaq 1 ilə 3. Yəni 4-də 5-də oxşamağın sinonimi olacaq bir sözlər yoxdur. 38 hansı bənddə fərqləndirən sözlər amonimlik yaratmamışdır? Bir səs gəlir ürəyimdən rıza yaz, qarşı gündən gülümsəyən yaza yaz. Mən burada rıza yaz, yaza yaz. Hər şey yazmaq feildir. Deməli, amonim deyil. Qoşqar dağı ilə həsrət dağı. Bu günəşli havada da musiqi havasıdır. Burada güllə gülsün. Biri feildir, biri sifətdir. Burada yaradı, şücaətim, yaram dərin yaradı. Burada yaradı, yara ismidir. Burada yaramaq feildir. Hamısı amonimdir, bir dənə A-da amonimlik yoxdur. 139. Bir-birlə sinonim olan sözlər işlənməmişdir. Mənim burada nə var burada? Aşnalıqla dostluq. Burada işe düşər müşkülə. Namusla qeyrət var burada. Burada baharla yaz var. Dərdi qəmə. Burada dərdlə qəm var. Hanı bu yaylaqda yaylayan ellər? Görəndə gözümdən car oldu sellər. Burada heç sinonimlik yoxdur. Hansı bənddən mənaları eynilik hissəsinə aid olan amonim söz yoxdur? Bir ay yarım Novbahardan keçəndə köksündə atlanır sellərin dağlar. Mənim dağın hər ikisi isimdir. Deyə bilərsən burada ay sözü var. Nidadır və yaxud da göydə olan ay nida ilə isimdir. Müxtəlifdir. Amma burada dağ sözü də eynidir. Diqqətli ol biraz. Ayda, göydə, sarı heyva kimi durur hərəkətsiz səhərə kimi. Burada ay məsələn, bir ay deyə bilərsən, bir ay. Ay həm nida olur, həm də isim kimi amonim olur da. Bu isim kimi amonim olma bir mənası bir ay, 2 ay. Bu cümlədə olan aydır. Bir də var göydə olan ay. İndi göydə olan ayla, məsələn, yanvar ayındakı ay eyni hissəsinə aiddir. Bunu da çıx. Səhərdən dan yerinə günəş qocaq. Mənim ocaq sözünə lüğətdə amonim verirlər, cığında çıx. Tarixdən qədimdir zamandan qoca mənim bayrağıma sancılan hal. Cavabın D variantıdır. Burada bir şey yoxdur. Göz yaşım. Burada da yaş sözü var. Göz yaşı, bir də insanın yaşı. Bu da eyni hissəsinə aid olan amonimdir. Cavabın orada variantı 41. Nümədə fərqləndirilmiş sözlər nədir? Əlaçla dərman sinonimdir müəllim. Fikirlərə uyğun gələn sözü müəyyənləşdirin. Çox mənalı amonimli sinonim. Müəllim, amonim deyir. Düzdür. Ağız, maşın, 80 ətək çıx qalsın D variantı. Baxaq. Mənim qolun sinonimi düşünürsən ki, nədir? Qolun imza mənası var. O mənada qolla imza sinonimdir, yaxşı. Hansı söz amonim deyil? Yolmaq, bir də yol. Ləpə, dənizdə olan ləpə, bir də çərəz mənasında ləpə. İncimək, döyüşmək, bir də isim mənasında döyüş. Əsir amonim deyil, əsər amonimdir, yaxşı. Əsir amonim deyil. 140. Amonimlər olan bəndi müəyyənləşdirin. En qalx, en amonim deyil. Ağac amonim deyil. Baxaq. Əl amonim deyil. Gəlin amonim deyil. Cavabın dadır. Avar, bar, sal. Sal taxta olur. Məsələn, sudan bir tərəfdən, çaydan və yaxud da başqa su hövzəsindən sal vasitəsilə bir tərəfdən digər tərəfə keçirlər. Taxta parçasıdır. Bir də salmaq feil kimi. Bar meyvə mənasında bar. Bir də məsələn tutaq ki, deyirəm ki, bunu qadınlar daha çox bilər. Məsələn turşunun və yaxud da hansısa varyanın üzü bar olur. Bax o mənada. Avardakı bu amonimliyin deyirik həmişə. Avar bir qayığın avarı. Bir də avar millət, avar xalqı var. 145. Bəndlərin birində bu sözlərin birinin sinonimi verilməmişdir.
Əsas nə olsun? Vacib. Cilək, söhbət, mübahisə, sərbəst. Danışığa söhbət deyək. Düzdür. Asudəyə sərbəst deyək. Nə qaldı? Cilək. Ciləyə nə deyək müəllim? Ciləyə mübahisə mi deyək, şikayət mi deyək? Cilə eləmək yəni şikayət eləmək, düzdür? Deməli, bura mübahisənin amonimi yoxdur da, düzdürmü? Bəli, cavabın olsun ne var? Aydın olmadığısa bir dəfə deyək. Əsasınki vacib oldu. Ciləyinki şikayət oldu. Danışığınki söhbət oldu. Asudəninki sərbəst oldu. Mübahisənin amonimi yoxdur. 146. İsim, feil kimi işlənə bilməyən. Maq artır. Yaymaq, saçmaq, içmək, dadmaq. Düzdür? Feil olur. Maq artırsan feil olur. Bir də mağı çıx, hamısı isim olur. Amma yal sözü mənim bir, məsələn, itə yal verdim. Bir də atın yalı düşmənasında hər ikisi isimdir. Hansı sıra sinonim sözlərdən ibarətdir? Arıqla kök antonimdir. Balla divan sinonim deyil. Ürəklə istək deyil. Su ilə ağac deyil. Yaşla nəm sinonimdir. Səhv, çoxmayalıq əsəli isim sifət feildə olur, düzdür. Qatar sözünün həm isim, həm də gələcək zaman feil, həm də numerativ söz. Mənim qatar isim ola bilər. Qatar ara qramat desən gələcək zamanda onun feil olur. Bir də məsələn bir qatar adam numerativ olur. Bu da düzdür. Qazan sözünün amonimliyi vardır. Bəli, mənim var. Gör söz, qazan sözün bu formada veribsə, deməli burada sözün başlanğıc olması budur. Bunu qaz sözü kimi düşünmə, yaxşı? Bunu qazan sözü kimi düşün. İndi qazan qazan, yemək pişirdiyiniz qazan, bir də qazanmaq feili var da, düzdür? Başlanğıc da başlanğıc olması qazanda, bu da amonim olur. Bütün sinonimlər həmişə bir-birini əvəz eləyə bilmir, xeyr əvəz eləyə bilmir, nisbilər əvəz eləyə bilmir. Al söz həm çoxmanada, həm də amonim sözdür, belə bu da düzdür. Almaqla al rəng, bir də məsələn nə deyək, çoxmənalı məcazi işlətsən olacaq çoxmənalı, yaxşı? Məsələn, sənin fikrini aldım, belə yəni. Hündür binalar şəhərimizə yaraşıq verir, cümləsi sifətin sinonimi. Mən burada hündürdür, möhtəşəm, qəşəng, iri, uca, gözəl. Burada hündür binalar, yəni uca binalar olacaq, düzdür? Ona görə cavab E variantıdır 149-da. Davam eləyək. Hansı sözün həm amonimliyi, həm də çoxmənalığı var? Dimdik amonim olmur, baş amonim olmur, səpin amonim olmur. Üzlə yaş sözü qalır. İndi fikirləşə görə bunların hansının həm də çoxmənalığı var? Aha. Deməli, belə müəllim, yaş sözü amonim olacaq, amma çoxmənalı olmayacaq. Amma üz sözü çoxmənalı ola bilər. Biz üzü həmişə deyirik. Yəni, bayaq ki, bundan əvvəl testlərdə demişik, kitabın üzü məsələn məcazidir, insanın üzü həqiqi mənada. Yaşın məcazi olmayacaq. Sözlərin biri amonim kimi işlənə bilər. Müəllim, baxaq görək bir. Mən buruq amonim ola bilər də, buruq saç, bir də məsələn neft buruğu. Cavabın B variantı olur. 152. Nümunədə altına çəkilmiş sözlər bir-birlə mübahisədə nədir? Sağla sol antonim müəllim. İsim, feil kimi işlənə bilən amonim söz maq artır. Qolmaq olmur, dağmaq olmur, göymək olmur, dolumaq olmur, amma talamaq olur. Sinonimlərdən ibarət cərgəni müəyyənləşdirin. Səmərəli, ləzzətli. Olmaz mənim, səmərəli, ləzzətli. Dünya cahan olar, cavabın B variantı. Odla günəş, gözəllə ədəbli, adamla xalq olmaz. Nümunədə işlənmişdir. Divan dava idi, dərman idi, təbib idi, loğma idi. Müəllim, nağdı təbiblə loğman, dava yəni dərman sinonimdir, düzdür? Cavabın olsun C variantı. İsim, feil kimi işlənə bilən amonim söz maq artır, dadmaq olar. Çəmmək, daşmaq, çaşmaq, bizmək. Baxaq, bizə nə deyir? İsim feil deyir, demir. Üzr istəyirəm, sifət feil deyir, düzdür? Ona görə gəl, baxaq. Dadı səhv seçmişik. Çünki dad isimdən feil kimi amonim olur müəllim. Yaxşı. Çən elə hər iki mənası isimdir. Biz əvəzli isimdir. Daş feil isimdir. Mənim çaş olacaq, yaxşı. Deyirəm, uşağın gözü çaşdır, yəni çəpdir. Burada sifət olur. Bir də çaşmaq, orada feil olur. Dolaşmaq mənasında çaşmaq. Bir amonim olan söz deyil. Mənim qırmaq, yolmaq, düzdür, qazmaq, ləpədə bilirsiniz, bayaq demişəm, baş amonim deyil. Lan, laş şəkil səhərə hansı cütlüyü artırsaq, antonim sözlər alanar. Baxaq, bağlan, vidalaş, antonim deyil. Yağlan, daşlaş, antonim deyil. Baxaq, halal, neysə soruşur bizdən, antonim. Bağlan, vidalaş, yağlan, daşlaş. Gileylən, razılaş. Halal, gileylən razılaş saxlayaq. Halallan vidalaş olmaz, təsirlən sakitləş olmaz. Mən gileylənlə razılaşmaq olar da, düzdür. Bir var, nədənsə gileylənirsən, razılaşmırsan. Bir də var ki, o nəşr olaraq
razılaşdım. Ona görə cavabın olacaq elə E variantı. Hər ki sözün amonimliyi var. Mənim dərənin amonimliyi yoxdur. Mənim almanın amonimliyi yoxdur. Xəyalın amonimliyi yoxdur. Ağırın amonimliyi yoxdur. Cavab C olsun. Kürək, bir də tala. Talamaq, kürəkdəki insanın kürəyi, bir də avar mənasında kürək. 160. Qara sözü hansı cümlədə? Şad sözünün antonimi. Ambarın qara rəngi. Burada şad sözünün antonimi deyil. Qara deyərdilər. Rənginə görə qara deyərdilər. Burada da şadın antonimi deyil. Bir addım atıb dayanır. Bu qara xəbər. Bilmirəm. Qara xəbər bu da şadın antonimidir. Cavabın orası variantı. Amonim olan cümləni müəyyənləşdirin. Amonimlər olan cümləni müəyyənləşdirin. Onun yarası, burada yara sözü var. Sızıldayırdı. Çalış öz xalqının işinə yara. Onlar da müəllim. Onun yarası, bir də yaramaq feili. Cavabın orası variantı. Antonim deyil. Gecə gündüz, gülmək, ağlamaq, yer, göy, böyük, hündür. İşıqla qaranlıq. Mən böyüyün hündür olmaz da. Böyüyünki kiçik olar. Bunlar niyə antonim olursun ki? Fayda sözünün böyüylə hündür sinonim oxşur. Fayda sözünün sinonimidir. Yəni fayda nə olar? Səmərə olar, düzdür? Fayda, səmərə, xeyirli sifətdir, lazımi sifətdir. Gəlirlə fayda olmaz, vacib də sifətdir. Hansı cümlədəki təkrar olan sözlər amonimli əmələ gətirilmişdir? Ayrılarımı könül canından Azərbaycan eyni mənanı bildirir, anıçıq. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yaxşılıq, yaxşılıq eyni məna verir. Xoşdur bu yerlərin sərin havası. Qoy qarışdırın. Ona gürcü havası, günəşli hava, bu da musiqi havası amonimdir. 165. Doğru sözü həm sinonim, həm də antonimi verilən cərgəli. Mənim doğrunun sinonimi nəhəng olmaz, düzgün olar. Dürüst, həqiqət. Bax görək bir. Doğrunun sinonimi düzgün olar. Həm də antonimi yanlış ola bilər. Doğrunun sinonimi dürüst, doğrunun sinonimi həqiqət. Daha doğrusu antonimi həqiqət. Həqiqətən doğru antonim deyil axı. Yalanla doğru ola bilər, amma doğrunun sinonimi istiqamət olmaz. Doğrunun sinonimi düz, doğrunun antonomi tərəf olmaz. Cavabın olacaq nə? Düzgün, yanlış. B variant. Doğru, düzgün, doğru, yanlış. Hansı nümədə amonim sözün müxtəlif mənatələri işləmişdir? Baxar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar. Burada bir şey yoxdur. Məna tayları deyir, düzdür? Bahar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar. Əsər yerlər qəhr eləyər yaz qara, daşar çaylar, gələr daşlar, çata çat. Əsər yerlər qəhr eləyər yaz qara, daşar çaylar, gələr daşlar. Mənim daşarda daşmaq feildir. Gələr daşlar. Burada daş isimdir, düzdür? Cavabım olsun B variantı. Hansı cümlə fərqləndirilmiş sözün həm amonimli, həm də antonimli var? Düz yol ilə gedən yorulmaz. Həm amonimli, həm də antonimli. Həm düzün antonim əyridir. Düzün amonimlidə düz yol sifətdir, düzmək feildir. Duzlu amonim deyil, gözlər amonim deyil, əqrəb antonimi yoxdur, qayın antonimi yoxdur. Cavabın ola variantı. Sözlərin biri amonimdir. Daşımaq, alma olmaz, bəzən olmaz, qovun olmaz. Alma vurğuya görə dəyişir, bəzən uzanmaya görə dəyişir, qovun amonimliyi yoxdur. Daşıra çıxsan oynaqdır. Oynaq bir oynaq musiqi, həzən musiqi, bir də insanın oynağı. 169. Fərqləndirilmiş sözlər aşağıdakılardan hansına aid? Kədər, qəm, qəzəb, nifrət, mənim bunlar sinonimdir. 170. Hansı amonimlərə mənalara eyni qisəsinə aiddir? Qırmaq biri feildir, biri isimdir. Biz əvəzliklə isimdir. Daha sonra tut feillə isimdir. Bit feillə isimdir. Cıdır. Uçmaq müəllim. Bir qanadlanıb uçmaq, quşun uçmağı, bir də binanın uçmağı, dağılmaq, yıxılmaq mənasında. Oxşamaq, bənzəmək, bir də əzləmək hər ikisi feildir. Nümunə ilə bağlı fikirlərin biri səhvdir. Şaxta sözü amonim. Mənim şaxta amonim olmaz axı. Vurğuya görə mənası dəyişir. Cavabın A variantıdır. Digərləri düzdür. Sinonimlərin verildiyi cərgə. Cığırla yol sinonimdir, bəli. Şaxta sazaq sözləri sinonimdir, bəli. Dolu amonimdir, bəli. Mənaların birinin antonimi var, bəli. Dolunun antonimi boş ola bilər. Sinonimlərin verildiyi cərgəyə müəyyənləşdirin. Uzun, böyük, qısa. Mənim bunlar sinonim deyil axı. Düzdür, qısanı çıx buradan. Qısaya görə bu cavab gedir. Yekə ilə zorba olmaz. Qəşənglə ağıllı, aydın, çətin. Səmimi, mehriban, gözəl, ibrətli. Sinonim deyil, düzdür. Qəşəng, ağıllı, fərasətli, dəyərli, aydın, çətin. Səmimi, mehriban, gözəllə ibrətli olarmı? Olar. Bir daha da variantlara baxaq. Uzun, böyük, qısa.
Böyüklə qısa sinonim olmaz. Yekə, zorba olmaz. Qəşəng, ağıllı, fərasətli, dəyərli olmaz. Aydın, çətin əksisdir. Bəli, cavabın o variantı. Mənim E variantında bir dənə gözəllə ibrətlini biz götürə bilmərik, sinonim bir dəqiqə. Nəsə diqqətimizdən qaçıb bəlkə. Gözəllə ibrətli olmasın. Bunu çıx, yenə baxaq. Yekə, zorba. Yekə ilə zorba böyüklə iri olar, nəhəng olar. Bir dənə yekə ilə zorbada biraz nisbətən sinonim kimi görünmür. Amma yenə də gözəllə ibrətliyə baxanda yekə zorbanı götürmək daha məqsədə yoxdur. Ona görə B deyək bu suala. 173. Qonaqlıq sözünün yerinə işlədilə bilər. Ziyafət deyə bilərik. Cavab dadır. Hansıca sinonim sözlərdən ibarətdir? Qalın, bərk, çevik, zirək. Çevik nə zirək ola bilər? İbarət deyil. Uyğun, oxşar, səfi, axmaq, sevinç, fərə. Qalınla bərk olmaz da mənim, düzdür. Ola bilər ki, bir şey bərk ola, amma nazik ola. Cavabın adı. Biri mənbə sözünün işlədilə bilər yerinə. Mənbə ilə qaynaq ola bilər, düzdür. Bunun qaynağı, mənbəyi eynidir. Feil isim kimi işləyən anonim sözlər. Feil isim. Qazmaq, dolu feil olmur. Bezmək, qurumaq, sıxmaq. Qaya feil olmur. Əqrəb feil olmur. Talamaq, çatmaq, çürümək. Baxaq görək bir. Feillə isim, düzdür. Feil isim. Mənim bez, bezmək, bir də bez, düzdür. Sıx isim olmaz axı, düzdür. Sıx sifət olar, bir də feil olar. Bunu da çıx. Dını götür. Talamaq, tala, çatmaq, çat, çürümək, çürü. Cavabın dıdır. Təkrar edirəm, sıxmaq sözünü ona görə çıxdıqca bunun bir mənası sifətdir, biri feilli. Sıx deyə bir isim yoxdur. 177. Gümrah sözünün antonimi. Mən antonim deyil də, düzdür. Qoçağı çıx, sağlamı çıx, gülərüzü çıx, qıvrağı çıx, yorğundan əzici olacaq variantı. Anonim xüsusiyyətləri daşıyaraq eyni nitq səsi. Mənim çay eyni nitq səsidir. Dolu sifət isimdir. Yaş anonim xüsusiyyətləri daşıyaraq yaş həm hər iki mənası isimdir. Bir mənası sifət var. Saz mənası sifət var, burğunla sifət var. Hansı sinonim cütlüyü feillərdən ibarətdir? Mən bir dənə feil variantındadır. Hansı mətdə antonim sözlər işlənməmişdir? Şərəfli, şərəfsiz. Məğlub, qalib. Şərəfli, şərəfsiz baxma. Məğlub, qalibə bax. Yaxşı, bunu çıx. Adam var ki, abırlıdır. Adam var ki, abırsız. Bəli, cavabım var B variantı. Vardı bir əl çatmaz gənclik vüqarı. Qızın duruşunda, oturuşunda. Duruşuna oturuş var burada. Yadelli bir şah doğma. Yurdu talan etdi. Yadelli ilə doğma. Necə söyləyəsən yaxına yada. Burada da yaxından yad var. Daha sonra növbəti suala baxaq. Hansı növbədə nə sözü ma-inkar şəkilçisinin üslubu ismi olmalı? Ma-nın üslubu ismi olması üçün nə-nədə inkarlıq bağlayıcısı olmalıdır. Yaxşı. Onun üçün eyni götür. Nə ətdir, nə balıq? O deməkdir ki, ət deyil, balıq deyil. Yəni inkar bildəcək. Ey vidadi, sənin bu put dünyada nə dərdin var ki, zar-zar ağlarsan? Burada inkar mənası bildirmir. Binadan gözəl olmayan telin qədrini nə bilər? Burada inkar mənası bildirmir. Bir dənə cavabın uyğun gəlir variantı. Hansı cümlə anonim kimi işlənə bilən söz yoxdur? Türkün dili tək sevgili, istəkli dil olmaz. Uşaqların bir dəstə gül. Burada gülü çıx. Çoxlu nağıl deyərdi. Havanı çıx burada. Bir şal aldım, bağladım. Burada biri çıx. Burada da təki çıx. Fatma yana çoxlu nağıl deyir. Cavabın olsun C variantı. 83. Biri yaxın mənalı sözlər deyil. Yüksək hündür, küsmək, barışmaq, dünya çıxana oturmaq, eləşmək, odlanmaq, yanmaq. Yüksək hündür, yaxın mənalı. Yüksək hündür, küsmək, barışmaq əks deməliyəm. Yaxşı. Beni seçəsən. Biri sinonim cütlükdür. Susmaq, razı olmaq. Cəldlə aslanın çıx antonimdir. Köməklə yardım ola bilər. Düşünmək, xatırlamaq olmaz. Baxmaq, görmək olmaz. Susmaq, razı salmaq olmaz. Razı olmaq olmaz. Hər üç sözün anonim olduğu cərgəni müəyyənləşdirin. Bol sözün çıxacaqsan. Burada göz sözün çıxacaqsan. Baxaq, hər üç sözün anonim. At, çöl. Burada çöl sözün çıxacaqsan.
Bura baş sözünü çıxarırsan cavabı nədir? Yaz, yazmaq, gül, gülmək, dolu, sifət, isim. Antonim sözlər. Qoca, cavan, antonim. Bəli, qoca yəni cavan antonim ola bilər. Ürək, könül, sinonim, zəif, gücsüz. Sinonim, böyük, güclü olmaz, qəhrəman, qoçaq olmaz. Antonim qoca ilə cavanda. Düzgün, sinonim, cütlüyü müəyyənləşdirir. Resept, dərman olmaz. Mövqe, mənafe, ixtira, düzəltmək, asayiş, əminamanlıq. Mənim reseptlə dərman olmaz, kəmiyyətlə keyfiyyət olmaz, mövqe, mənafe, ixtira ilə düzəltmə olmaz, biri isimdir, biri feildir. Mənim mövqe ilə mənafe olmaz da, mövqe sənin fikrindir, mənim mövqeyim. Amma mənafe, mən mənafeyim, yəni öz xeyrim mənasındadır. Asayiş, əminamanlıq sinonim olabilir. Bu düzəltmə sözlərin birinin kökü amonimdir, sözün sinonimi var, antonim isə yoxdur. Mənim seçkinin kökü seçdir, bu amonim deyil. Toplantının kökü topdur. Cəmiyyətin kökü cəmdir, bu amonim deyil. Sahibkarın kökü sahibdir, amonim deyil. Dostluğun kökü amonim deyil. Baxaq. Birinin kökü amonimdir, sözün sinonimi var. Antonimisi yoxdur. Mənim toplantı kökü top amonimdir. Toplantı sözün özünün sinonimi yığıncaqdır. Amma öz sözün özünün antonimi yoxdur. Yəni siz burada top sözünün sinonimini düşünməyin, ha, sözün özünün sinonimini düşünün. Hansı doğrudur? Antonimdir. Uğurlu uğursuz olmaz, şəkil sinəm düzəlib. Böyük uşaq olmaz. Bir isimdir, biri sifət. Duzlu turş məzə, kədər sevinç. Cavabın D'dır. Azadla məhkum. Aha, azadla məhkum. Məhkum isimdə azad sifətdir. 190. Hansı əgər hər şey mənası bir-biri ilə yaxınlıq təşkil edən amonim cütlük vardır. Oxşamaqla bənzəmək olacaq yəqin ki. Başqa heç bir şey uyğun gəlmir. Hər iki mənası bir-biri ilə yaxınlıq təşkil edən amonim. Boya ilə rəng. Boyanın bir mənası boyamaqdır. Bir rəngdir, düzdür? Amma rəngin o mənası başqadır. Bel, kürək. Kürəyin o mənası tamam başqadır. Doğru, düzlə doğru. Doğrunun bir mənası köməkçilik səsdir, bu da uyğun gəlmir. Axşamla gecə. Axşam ümumiyyətlə amonim deyil. Bunun cavabı yəqin ki, belə olacaq. Oxşamaqla bənzəmək. Oxşamaqla bənzəmək niyə olacaq? Oxşamaqla bənzəmək. Biraz oxşamaqla bənzəmək. Mənim oxşamağın bir mənası kiməsə oxşamaqdır, o birisi bənzəməkdir, düzdür? Biraz sualda sanki bir qarışıqlıq var. Bir dəfə daha dəqiq baxaq. Hansı səcrə hər iki mənası bir-biri ilə yaxınlıq təşkil edən amonimli cütlük verilmişdir. Oxşamaqla bənzəmək. Bunun bir mənası kiməsə belə deyək, qayğı göstərməkdir. Bunun bənzəməklə yaxınlığı varmı? Yaxınlığı demək olar ki, yoxdur. Bellə kürək. Mənim bu belin bir mənası insanın belidir. Düzdür? Bir mənası da lapatka mənasında beldə, düzdür? Bunun kürəklə yaxınlığı nə dərəcədə doğrudur? Bunun kürəklə yaxınlığı belə deyək, belin bir mənası kürəkdir. Elə kürəyin özünün bir mənası da belinə yaxındır. Elə düşünüblər. Bellə kürəyin hər ikisi amonimdir. Hər ikisində bir məna tayı oxşardır. Yaxşı? Kürək nədir? Qayğın avarı mənasında kürək. Kürək, bir də bel mənasında kürək. Elə belin də bir mənası beldir. Düzdür? Yəqin ki. Ona görə buna C deyək. Yenə də axıra cavabı baxaraq görək bunun cavabı nə veriblər. 191. Hansı şəkilçilər vasitəsilə yaş və cavan sözlərini əks mənalara çevirmək olar? Yaşlan, cavanlaş olar. Cavab olsun B variantı. Həm antonim, həm sinonim var. Amonim kimi işlənə bilər. Boş amonim deyil, getmək amonim deyil. Soyuq amonim deyil, göz amonim deyil. Dolu. Antonimi var, boş. Sinonimi də var, düzdür? Amonim kimi də işlənə bilər. Cavabın olsun D variantı. 193. Sinonimlərlə bağlı düzgün fikirləri müəyyənləşdirin. Gəlin baxaq. Yeni sözlər sinonimlərin hesabına yaranır. Lazımsız təkrarın qarşısına. Bəlməm, sinonim lazımsız təkrarın qarşısına alır. Deyə bilərsən. Daha sonra davam eləyək. Aha. Fərqləndirilmiş sözlər bir-birlə münasibətdə nədir? Dar ağacı, bir də yol dardır. Bunlar amonim olacaq. Sinonimlərin cərgəsi müəyyənləşdirin.
Gözəl göyçək, ağıllı dəli bu antonimdir. Dünya cahan, aləm, dadlı ləzzətli cavabım B-dir. Körpə cavan, alçaq hündür antonimdir. Qoca yaşlı, enli kök olmaz. Balaca kiçik, böyük kiçik antonimdir. Anonimlərin hansıların leksik mənaları biri alınmadır. Bu mənim milli alınma məsələsi düşmür əslində qalsa. Testi deyə deyirik. Burada qol seçsəksən yaxşı. 197. Fərqləndirilmiş sözlər amonimdir. Şücaətəm, yaram dərin yaradı, nə təbibim, nə dərmanım. Şücaətəm, yaram dərin yaradı, nə təbibim, nə dərmanım yaradı. Mən burada birinci yara ismidir, ikinci yaramaq feilidir deyə buna saman deyərsən. Bunlar eyni sözlərdir, bunlar da eyni sözlərdir. Hamısı eyni sözlər, eyni məna vermiş olur. 198. Antonimlərlə bağlı fikirlərin biri yanlışdır. Bir-birinə ictimai sözlər, həməyinə müxtəlif diksiyası, xeyr mənim, eyni diksiyasına aid olmalıdır. Nümunələrin fərqləndirilmiş sözlər niyə amonim hesab etmək olmaz? Toxum, səpil. Səpin başladı. Mən bunların vurğu fərqini görürsünüz. Cavabım B-dir. Şəkilçi deyil, kökü feil, bunun bir önəmi yoxdur. Eyni anlayış, müxtəlif diksiyasının bir önəmi yoxdur. Cavabım B variantı. Bir dənə burada. Hansı sual idi? Biraz bizi düşündürən. Burada bir dənə nəsə sualların biri biraz bizi düşündürdü, ona dərsdə ətraflı baxarıq.